2020-ci ildə, düzdür. Meydanın ölçüləri nə qədərdir? 15-11, 11 metrə uzunluq, 15 metrə eni. Xətlərin qalınlığı 5 santimetr. neçə hissəli oyundur? Bir hissəli 10 dəqiqədən. Neçə komandalı oyundur? 2 komandalı. Topun çəkisi nə qədərdir? 580-620 qram. Qadınlarda və kişilərdə hər ikisində eynidir ya fərqlidir? Eynidir. Neçə nömrəli topdur? 6 nömrəli topdur. Oyunu neçə hakim idarə edir? Oyunu 5 hakim, 2 oyun 3 hakimi. Düz. Əsas və ehtiyat oyunçuların cəmi nə qədərdir? 4. Əvəz etmələrə məhdudiyyət var. Xeyr, yoxdur. Təmiz vaxtla oynanılır. Təmiz vaxtla 10 dəqiqə bir anda tez qutara bilər. 21 O aydındır. Amma təmiz vaxtla oynanılan bir oyundur da. Təmiz vaxtla oynanılır, bəli. 10. Oyuna başlamaq üçün hər komanda neçə oyunçu olmalıdır ki, oyun başlansın? 3. Səbətə salınan toplar neçə xal hesablanır, qiymətlənir? 6-75 metrlik xəttin daxilindən 1 xal, xaricindən 2 xal. Oyun ilk necə müəyyən olunur? Püşkatma vasitəsilə Püşkü qazanan komanda hücum və müdafiəni seçər. seçə bilər. Püşkatmadan sonra hücumu seçən komanda əlavələrdən sonra top oyunu hardan başlayacaq? Müdafiədən. Əlavə oyunları da nəzərə alsaq, bir komanda ən çox neçə xal toplaya bilər? 23 xal. Əlavəni də nəzərə alsaq 23 xal. Bir komanda əsas hissədə ən çox neçə xal toplayır? 22 xal. Oyun hansı hallarda bitmiş hesab olunacaq? Hansı qaydalara görə? Oyun hansı qaydalara görə? Bir komanda əgər tamamilə altında qalarsa, bu məğlubiyyət verir. 2-21 xal iki komandaya, bir də 3-10 dəqiqənin tamamında hansı bir komanda öndəsə, Hər komanda oyun ərzində neçə taymat götürər? Düzdür mənim. hər komanda oyun ərzində əgər canlı yayım yoxdursa, bir canlı yayım varsa, İki komandanın götürə biləcəyi taymatların cəmi neçə dənədir? 2 timeout. İki komandanın götürə biləcəyi taymatların müddəti neçə dəqiqə olacaq? 1 dəqiqə, 60 saniyə. Çek ballı oyunun başlama qaydaları hansılardır, vəziyyətləri? Top yan xəttdən, outdan çıxarsa çek baldır. Yan xəttdən çıxırsa çek bal. Taymatdan sonra oyun hardan başlayır? Çek baldan başlayır. Overtime'dan sonra top oyunu hardan başlayır? Orada da çek baldan başlayır. Overtime nə deməkdir mənim? Overtime əgər bərabərə qaldı, da gedir. Overtime nə deməkdir? Əlavə hissədir ya fasilə deməkdir? Overtime əlavə hissə deməkdir. Düzdür. Əsas və əlavələr... Buyur mənim. Necə? Əslində overtime sondakı vaxt deməkdir. Düzdür. Tamamilə doğrudur. Əsas və əlavə hissələr arasında vaxtın müddəti nə qədərdir? Fasilənin müddəti 1 dəqiqə. Cərimə atışları neçə metrlik məsafədən icra edilir? 6-75 metr. Cərimə atışları neçə metrlik məsafədən icra edilir? 5 metrə 80 cm. 5.80-dan. Cərimə atış xəttinin uzunluğu nə qədərdir? 6-75. Səbətin altında çəkilmiş düzbucaqlı xəttin uzunluğu və eni nə qədərdir? Səbətin altında məlumat bir piramida formasında bir xətt çəkilir. 5.80-dır da. 5.80 eni də olacaq 4 metr 90 sm. Yan xəttdən top oyunu tərk edərsə, top yenidən oyuna hardan başlayır? Çek balda. Çek ballar saxlanılan məsafə nə qədərdir oyunçular arasında? Çek balda bu başlayarsan 1 metr. 1 metr, düzdür, əla. 1 metrdir. Hücuma ayrılan vaxt nə qədərdir? 12 saniyə. 5 saniyə qaydası var bu oyunda. 5 saniyə qaydası var, bəli. Cərimə atışlardan amma 5 saniyədən yerinə başlayır. Cərimə atışları yerinə yetirən zaman hər komandanın neçə oyunçu 6.75 metr xəttin daxilində qalmalıdır? 2 oyunçusu. Hər komandanın 2 oyunçusu.
Hansı atışlarda komandanın 6.75 metr xəttin daxilində dayanmasına ehtiyac yoxdur? Bu hansı atışlardır ki, orada olmur? Diskalifiyə edici əgər olarsa, orada bir də ki, ikinci qeyd edilmiş olanda. Və texniki folda. İkinci qeyri-idman folu Texniki fərq faul. etmir. Texniki fol olarsa, qeyri-idman fol olarsa, diskalifiyə edici fol olarsa, bu qayda pozuntularında, cərimə atışlarında hər hansı bir komandanın 6.75 metr xəttin içərisində dayanmağa ehtiyac yoxdur. Çünki ona görə yoxdur ki, top sonunda hansısa komandada qalır. Texniki fol atışlarından sonra top sonunda kimdə qalacaq? Müdafiə olan komandada. Top sonda onda olan komandada. Kimdə isə texniki fol zamanı texniki fol oldu. Sonda top kimin əlində idisə, top sonda həmən komandada qalacaq. Aydındır? Topu atdı. Yaxal paylıqda yenə topla gəldi, belə ki. Necə müəllim? Topu attın, top tələbə düşdü. 2 xal attın, tutaq tutaq. Bir yarım çatdın. Səssiz qırıq-qırıq gəlir. Texniki folların atışı birdir. Texniki folların atışı. Hücumda olan komanda təbii ki, top əlimdədir ki, hücumdayım da. Hücumda olan komanda texniki fol edərsə, texniki fol əleyhimə bir atış atılacaq. Onun üçün də deyilir ki, texniki fol atışlarından sonra top sonda kimdə isə həmən komandada qalacaq. Yəni mən də etsəm texniki folu, top sonda mənim əlimdə olmuşdur. Bu qayda budur. Qeyri-idman follara neçə atış verilir? Qeyri-idman folların 2 atış. Neçə qeyri-idman fol edən oyunçu oyundan qovulur? Qeyri-idman follardan oyunçu oyundan qovulur. Hansı qayda pozuntusudur ki, oyunçu oyundan birinci elə qayda pozuntusu da oyundan qovulur? Diskalifiyə edici. Diskalifiyə edici. 11 metr meydanın uzunluq hissəsidir ya eni hissəsidir? 11 metrə uzunluq hissəsidir, 15 metrə eni hissəsidir. Düzdür. Yerdən səbətə qədər olan məsafə nə qədərdir? Yerdən səbətə 3 metrə 5 sm. Oldu mənim, sağ ol, yaxşı.